münasibətimizlə. Allah hamıya can sağlığı versin. Uzun ömür olsun. Müəllimlərimizi də salamlayıram. Çox sağ olun, təşəkkür edirik. Bizlə bir olduğunuza görə. Həyəcanlıyam, biraz üzülüm sayın. Hamıya Allah can sağlığı versin. Bindən sonra gözəl-gözəl məclislərə yığışaq. Amin. Görməyimə çox şadam, 25 ildən sonra. Yaxşı ki varsınız, bindən sonra hər şey yaxşı şeylərlər. Yəni, bir-birimizi çağıranda gəlirlər, yəni o yola verməyik. Oluşanlıq değişimdir, inşallah bir hamını çağırarsınız, ben bunu sayaracağım, bir şey gerçekse, gerçekse pul gönderin, ben yola vermeyeyim. Hatta birinci sizde olacak olsa. İnşallah. Peki bu sabah İnşallah. Hamınızı salamlayıram. Hoş geldiniz. Çok sevindim, çok şad oldum. İnşallah ki bu devamlı olsun. Yok, ben ekleyeceğim. Ahırda kurulda eləyərsin. Can sağlığı versin. Onların hemşire yanımızda bütün uşaqlarımıza da aile ziyaret arzuluyorum. Uşaqların güzel günlerini arzuluyorum. İnşallah ki biz de o İnşallah, inşallah. Allah benim ihtimal eylesin. Ver bir Aysel'e ver. Nənəmi. Nənəmizə ver, nənəmizə. Ben götürə bilmərəm. Salamlayıram. Vəlilərimizə salamlayıram. Uşaqları da çox xoş oldu bizə buraya yarışmaq. Özüm narahatlıydım ama çalışdım ki bugün burada iştirak edeyim. Yaxşı ki gəlmişəm. Hoş güzel günler arzulayıram. Bu gündən sonra balalarımızın xeyirişinə yaşar. Güzel günlərə yaşar. Arzularınız açsın çiçək, sevinsin qəlbinizdə ürək. Ay mənim müəllimələrim, sinif yoldaşlarım, 25 illiyimiz mübarək. O qaynanadır. Və toy olar, bax görürsün, istəyirsiniz. Təcrübə hissi Ama evet, əlbəttə ki, ver. Sayalım. Sayalım eləmə, hadi. Ver sayalım, bir kəlməsə sayalım. Yok, sizə də var. Dilərə var, telefon var. Ya sen vermezsen de buradan işler, gideceğim altına. Bugün hakikaten çok güzel gündü. Demiyorlar ki bir günden bu günü serbestsizliğine gözlüyorduk. Hemen o serbestsizliğine gözlediğimiz gündür. Son 10 gün, son 9 gün, son 8 gün artık hemen günün özü geldi yetişti. Bugün sizi burada görmekten çok şadam. Çok sağ olun. Allah can sağlığı versin her birinize. Müəllimələrimizə də can sağlığı versin. Digər yubileylərimizdə inşallah sayımız azalmasın, belə qalsın. Müəllimələrimizdə hər yaşın öz gözəlliyi var. Yəni sizi o qədər simalarınız o qədər bizə doğmadı ki, üstündən 25 ildə keçsə, o doğmalığı, o istiliyi biz yenə də ala bilirik sizdən. Həmçinin də sinif yoldaşlarımızdan. Mən ilk dəfə Adil deyəndə ki, Fatma deyəndə ki, 25 illik qeyd edəcəyik. Dedim ki, biz uşaqlığımızla görüşə gələcəyik. Yəni, həqiqətən də mən uşaqlığımdan bugün görüşə gəldim. O 2 ay müddətində qrupda gedən müzakirələr, gedən söhbətlər, sizin göndərdiyiniz xatirə şəkilləri həqiqətən məni uşaqlıq üzərimə qaytardı və xatirələrim, yadından çıxan xatirələr canlandı. Acılı, şirindi, bəzilərinin xoşuna gəlməsə də bəzi xatirələr canlandı. Yəni, hər xatirənin istər acı, istər şirin, öz yeri var. Yəni, biz onu xatırlayanda ancaq gülürük. Bəlkə də həmin dövrdə o bizim üçün acılıydı, amma bugün gülürük onu yada salıb. Bir də bizim binetkamızda, birinci sinif binetkamızda bir şeir var. Hara getsəm mənim ilk müəllimim. Əziz adım bir an düşməz dilimdən. Ana, vətən kəlməsini ilk dəfə sən tutaraq yazdırmışsan əlimdən. Ədalət müəlliməyə, mətanət müəlliməyə
Kəzban müəllimə, dil ədəbiyyat müəllimimiz ana vətən sözlərini onlardan öyrənsək də, Sənafər müəllimə bizə dil ədəbiyyatı 11-ci sinifə qədər tədris elədi və ona ədəbiyyatın, dilin bütün sirlərini bizə öyrətdi. Bugün biz mədəni davranışlarımızla sizin qulağınıza xoş sözlərlə çatdırırsa, sizin bizə verdiyiniz tərbiyədən, ailəmizdən aldığımız o tərbiyədən irəli gəlir. Və sizə təşəkkür edirəm. Ömür boyu sizə borçluyum. Çox sağ olun. Bu fikir arasında fikirləşdik ki, tək 11-ci sinifdə, o birləşmiş sinif kimi yox, 9-ya qədər gələn AB sinifində də uşaqlara deyil, kim gələrmirsə gəlsin məsələn. Aramızda Sadiq var məsələn, 9-cu sinifə qədər oxuyub, bizdən ayrılır. Yəni Sadiq də bizə doğmadır. Bizim üçün doğmadır, sözsüz hər yerdə görsə, harada görsə sinif yoldaşlarım deyib, birinci gəlir, oynamasa da mahnını. Ay Sadiq! Söz deyirsən mi? Söz Sadiq'e verir. Ben de koy bir tane Sadiq nəsə bir söz gəlsin ha. Koy desin. Sabahlar oldu böyle. Neden açarsan mikrofonu? Öğren ha. Ay Sadiq verişinden. Uşaqları Çok sağ ol. Teşekkür ederim. Bakma senden başladı. Ben de ağırım. Bak. Bakın sözler. Çok şahane. Çok alıştık. Vallahi her hepinize can sağlığı versin. Var olsun. Allah her birinize can sağlığı versin. Sizlere güzel, sizlere yüksel. Çok sağ olun. Teşekkür edirəm. Mənə başda olmaqla, siz yoldaşlarıma, gələnlərə, gələ bilməyənlərə, həqiqətən mənim üçün sizlər çox doğmasınız. Mən həmişə oxumağa can atanda sinif yoldaşlarım oğlanlara gedir həmişə o. Mən həqiqətən fəxr edirəm, həmişə düşənlərə hər yerdə özümə də deyirəm, başqa dostlarıma da danışıram oxuduğum universitetdəki. Mənim sinif yoldaşlarım həmişə mənə deyərlər ki, sən ged oxu, bizə qoşulma. Ged oxu, bizlə işimiz olmaz. Sən bizə qoşulma, biz həmişə çalışırdım ki, maksimum dərəcədə onlara yoldaşlıq edeyim. Qoşulub yoldaşlıq edeyim, peşmanla deyiləm. Ya onda da yenə xeyir yoxdur. Bu canında var. 90 olmasında diyor, Ralı həmişə hissə dişmədə 200 ölüm olan ki, ben 90 olmasında var idi. Hər birimiz həqiqətən ona görə çox minnətdarım. Dediyim kimi, bugünlərim istəyərdik 11-ci sinif rəhbərimiz Fatma Hanım təşrif eləsin, Allah can sağlığı versin. Düzdür, xoş olmayan xatirələrlə ayrı saxla məktəbdən, amma mənim üçün o keçdiyim, o imtihan gələcək həyatında, bugünkü həyatında çox böyük rol oynadı. İndi qismət, hər kəsin bir qisməti var, talihi var. Amma ən xoş həqiqətən də 25 ildən sonra bir araya gəlib bu şəkildə yemək, gülmək, oynamaq həqiqətən hər birimizin xoşdur. Düşünürəm ki, 5 ildən sonra da qismət olsun. Bu komanda ilə, hər bunun artığı ilə bərabər yığışaq, deyək, gülər. İndi bu yaxın olanların yanında dedim, sizlərə da yəqin qrupumuz var, qeyd edəcək. Məsələn, may ayında yox, avqust ayında, məsələn, Bakıda işləyənlər çox vaxt məzuniyyətə çıxırlar. Gün qoyacaq ki, kim gələnmirsə gəlsin, burada yox, İnstitutamı, həm Ağçayınama, hardasa bir yerdən oturub özümüz üçün, məsələn, dincəlmək, xatirələri yada salmaq. Yəni, inşallah qismət olsun, Allah can sağlığı versin, hər birimizə davam edin. Sağ olun, var olun hər biriniz. Təşəkkürlər, bir daha. Yox, yana davam edin. 37 zaman. Yox, indi başlayın, devam edin. Sağ olun, siz oldu. Yox, danışaq ki, bax, sonra oynamağa bax. Bizə nə oldu? Ben de özümə bu məclis təşkil edən, bu 25 illik təşkil edən Agil qardaşıma çox sağ ol deyirəm. Allah onun canını sağ eləsin. O bizim yanımıza sağlıq elə. Başlayın qardaş, Allah Allah hoşbəxt eləsin, Allah'tan sağlıq versin. Öyle geldim ha göster.
görme Allah bize kısmet eylesin. Gün o gün olsun ki hem bir yerde olan sonra da gün inşallah Allah'ımız böyle. Onların toyunda, güzel günlerinde birbirimizi sahip seçme Allah bize kısmet eylesin. Sağ olun. Allah senden sağ olsun. Ben de hamicinin Allah'ın hamımızın yıllarlarının ben her şeyden bileceğim ki elə bir yaxşı tərbiyəli ağıllı sinir ulaşlarımız yəni həmişə şükür Allah'a görəcək heç sinifimizə pis adam oldu, uşaq çıxmıydı. Fəhl edirəm ki, belə bir sinir ulaşlarım var. Allah mehribansılığı eləsin həmişə hamının evində övladlarının xeyir işlərini görməyə qismət eləsin. Sağ olun. Sinir yoldaşlarımızı, elə sinir yoldaşlarımız var ki, mən axırıncı 11-ci sinifdə görmüşdüm onları. Yəni, değerli, sayalıdır. Onları heç vaxt görməmişdim. Çox şad oldum görməyimə. Sevinci arada görürəm. Qalan qızları görməyən, mərmələri görməyən. Çox şad oldum mən şəxsən. Allah sizə can sağlığı versin, həmçinin mehriban olun, sağ olun, var olun.